O mu? Xacə İbrahim ağanın gözləri ac yalquzağın diqqətli gözləri kimi işıldadı. Ürəyimə dammışdı. Ağ dərviş dindən, məzhəbdən uzaq bir sərgərdan idi. Dinə dəxli yoxdu bütün bunların. Ürəyimə dammışdı. Kərvanbaşı pəcmürdəhal olub fikrindən keçirdi. Dinə ziddiyyəti də yoxdur. Səyyah sehirbaz bu dəfə də kərvanbaşının ürəyindən keçənləri hiss edib cavab vermişdi. Ustadım uzun müddət Şamda, Hələbdə, Hacəbdə üləmalara bunu sübut etməklə məşğul oldu. Bəzən bir nəticə hasil oldu, bəzən də bir nəticə hasil olmadı. Məyus oldu. Çəkildi dağların qoynunda özünə bir qalaça qurdu. Yanına ancaq özünün inandığı şagirdlərini aldı. Orada güşənişinlik etdi və hüdudsuz biliklərini şagirdlərinə ötürə-ötürə ruhiyyət elmini dərinləşdirməklə məşğul oldu. Bəli, əlbəttə ki, duyuq düşmüş idik. Sənin ustadın ağ dərviş imiş. Xacə İbrahim ağanın gözləri xəlvəti ləzzətdən süzülüb getdi. Əlbəttə, Xacə İbrahim ağa onu da bilirdi ki, ağ dərviş heç də könlünün istədiyi ilə dağlara çəkilməyib. Son dəfə ruhiyyət və dinin özülləri adlı altında yığışan böyük ruhani birliyinin ünlü, nüfuzlu üləmaları Hacəbdə elmi müzakirələr təşkil etmişdilər. Müzakirələr yavaş-yavaş məhkəməyə çevrildi. 9 gün keçən bu müzakirə adlı məhkəmədə ağ dərvişi yolunu azmış, qəlbinə cinlər, əcinnələr, dəli ruhlar gəlib qonmuş. Allah yolunu azmış bir din düşməni, göylərin, ruhların adından danışan, amma danışmağa haqqı olmayan bir fırıldaq sahibi kimi ifşa etdilər. Müzakirənin son günü ağ dərviş qərar elan edilməzdən əvvəl öz əbədi rəqibi və bu elmi müzakirəni fəndlə, hiylə ilə məhkəməyə çevirə bilmiş, böyük ruhani birliyinin çox böyük nüfuza malik üzvü, Seyid Sarı Əsrarinin üzünə bütün onun barəsində düşündüklərini açıb deyir. Ürəyi dözməyib ona da, ruhani birliyinin digər üzvlərinə də ağır sözlərlə föhşlər yağdırır. Ehtiyatsızlıq edib, hətta münsiflik edən din xadimlərinə də həqarət edir. Narahat məclisi öz başına tərk edərək, çıxıb hara gedir, hara yox olur, uzun müddət bilinmiş. Sonralar Hacəb ətrafındakı Aladağdan azuqə almaq üçün şəhərə gələn və alışverişdən sonra ustadının yanına dönən şagirdlərindən birinin ardınca düşüb, ağ dərvişin yerini deyəsən gizli xəfiyyələr öyrənib din xadimlərinə xəbər verirlər. Kimi deyir ki, bu şəhid gizli xəfiyyələrin elə öz casusu olub. Kimi də onun Seyid Sarı ilə bağlılığını bəyan edir. Hər nəysə, bu adam ağ dərvişi ya qeyri-şuurlu, ya şuurlu şəkildə ələ vermiş olur. Amma onun, yəni bu şəhirdin əvvəldən axıracan günahsız olduğunu deyənlər də olur. Əlqərəz, ağ dərvişin yeri yurdu bilinəndən sonra, gizli xəfiyyələr onu dinimizin saflığını qoruyan böyük ruhani birliyinin üləmalarının məhkəməsinə bu dəfə əli-ayağı qandallı gətirəndən sonra, ölüm hökmünü oxuyub, təcili elə haman gün gecə yarısı, divanxana meydanında əvvəlcə ölüncə döyürlər. Sonra müstəcid cəllad dili söz tutmayan onun ağ saqqallı başını qoca heysiz bədənindən ayırmazdan əvvəl qaxac olmuş qupquru cismini çarmıxa çəkir. Şəhərdə bu dəfə də belə bir şayə yayıldı ki, bundan sonra bəs güya ağ dərvişin sədaqətli şagirdləri intiqam almaq üçün and içiblər. İntiqam isə bundan ibarət olmalı idi. Ağ dərvişin şagirdləri ustadlarının onları axtarıb tapmağa öyrətdiyi ruhlarla bəni insanlar arasındakı ünsiyyət yollarının bir dəfəlik yox olması üçün özlərinə əl qaldıracaq, intihar edəcəklər. Onlar tərk cahan olandan sonra onların yerində daha heç kim qalmayacaqdı. Çünki onlar ruhlarla təmas qurmaq yolunda sonuncular idi. Ağ dərvişə qıyanlar bu sirdən bir daha heç bir zaman agah olmamalı idilər. İntihar zamanı belə söyləyirdilər ki, 23 gənc, özlərini ağ dərvişin kölgələri adlandıran bu şagirdlər öz aralarından bir nəfəri qovub ya da uzaqlaşdırıb ona özləri ilə birgə intihar etmək şərəf və imkanını verməyiblər. Dağ başından üzü aşağı qaranlıq boşluğa əl-ələ verib 23 ağ paltarlı vücud durna qatarı kimi açılan zaman onların başları üstündəki nəhayətsizliyi,
və uçduqları boşluğa kənar qayalıqdan bir nəfər kifirləşmiş üzündə incik bir təbəssüm seyr edə durmuş imiş. Xacə İbrahim ağa təzədən ağlını işıqlandıran yeni qəfil fikirdən bu dəfə hətta qanının bədənində donduğunu hiss elədi. Gözünü necə maddım-maddım dikmişdi səyyah sehirbazın üzünə, eləcə də dikib qaldı. Ayıra bilmədi. Kərvanbaşı Xacə İbrahim ağanın əqlindən keçən bu fikirlərdən xəbərsiz öz huşunda idi. Səyyah sehirbazla Xacə İbrahim ağa arasındakı gizli səssiz söhbətin ona bir dəxli yox idi. Onun fikrində zikrində ancaq bir məlum məsələ idi. Bəli, şübhə yoxdur. Sehirbaz olmağına elə bil ki, sehirbaz idi. Oxşayırdı. Zənlə baxanda sirr içində bir adam idi. Bu dəfə ehtiyatla niyyətini bir balaca da olsa biruzə vermək istədi. Kərvanbaşı dedi. İnşallah ki, sabah evimizdə eşiyimizdə olarıq, dincələrik. Ya sabah axşam, ya o biri gün hansı məsləhət olarsa, İbrahim ağa səni məsələdən hal edər. O zaman işimizi də görürük. Nə deyirsiniz? Son sual əlbəttə ki, hər ikisinə, səyyah sehirbaza və Xacə İbrahim ağaya aid deyildi. Son sual aid idi ancaq səyyah sehirbaza. Səyyah sehirbaz elə özü də bu suala cavab verdi. Elədir ağa, sən deyəndi. Sabah, o biri gün. Nə fərqi var ki? Təki göy üzünün rəngi mən istəyən olsun. Sonra da elə bil özü özünə dodaqaltı mızıldadı. Mən istəyən rəngi hələ bir alsın göy üzü. Yerdə qalanı bir şey deyil. Bununla da söhbət qarın doyurmayan yarımçıq yemək kimi elə buradaca qurtardı. Gecədən keçmiş isti yorğan döşəyə girib bir xeyli fikrə daldı. Və sonra kərvanbaşı halsız bədənini ora-bura vurnuxub, nəhayət ki, çətinliklə yuxuya verərək, uzun illərdən bəri yuxuda görmədiyi, yaşıl gözləri, niskilli anasını bu gecə yuxusunda hıçqıra-hıçqıra görmədimi? Gördü. Və günlərin bir günü, ikicə günün içində şah ordusunun zərbi dəstinə davam gətirməyib, biabırçı halətdə imdad diləyən, nə üçün, hansı əqillə və hansı məqsədlə qiyam etdiyini heç özü də yaxşı anlamayan bu balaca, amma Yekəxana şəhərdə Məmmədqulunun gördüyü və Məmmədqulunu çaşdıran, fikirlərini bir-birinə qarışdıran o cavan gəlin, yuxarı məhəllədəki əyri-üyrü küçələrin birində qoca qarın nənəsi ilə bir yerdə yaşayırdı. Əri həmən ikicə günlük qeyri-bərabər döyüşdə o dünyalıq olmuşdu. Bu əyri küçədə o gəlin-gilin düz həyətinə baxırdı. Məmmədqulunun sahiblərini qovaraq içinə girib özünə yaşayış yeri elədiyi mülkün ikinci mərtəbəsindəki yeganə pəncərə günəşin təzəcə göydən göründüyü sübh vaxtı nə qədərinə işıq yığa bilərmiş içinə Xudaya. Bax elə bu pəncərə idi, gözəl pərnisə yaşayan o evin balaca həyətinə durna gözü kimi açılırdı. Şeşabıq cəllad başının bu pəncərənin önündən ayrılmamağı, yavaş-yavaş ətraf məhəllə adamının da diqqətini cəlb eləməyə başladı. Onsuz da qalib ordunun cəlladı təkcə bu məhəllədə yox, bütün şəhərdə acı bağırsaq kimi uzanan söhbətin başı idi. Gəldi, yox. Gördün, gördüm. Evdə qılıncdan çox qılıncı, baltadan çox baltası, cəlladdır da. Üzünə baxdınmı diqqətlə? Zərrə qədər mərhəmət yoxdur üzündə. Üz elə bil 1000 ildir buz vurub donub qalıb. Nəsə gözəl pərnisənin həyətindən gözünü çəkmir ki, çəkmir. Yapışıbdı nədir pəncəriyə? Bunlara arvad almaq olar. Olar, olmaz. Yox, niyə olmur? Odur, o gün görmədin ki. Bunun kimi, buna bənzər dedikodu söhbətləri artıq ayaq açıb başlamışdı o əyri-üyrü məhəlləni addım-addım, axsiya-axsiya gəzməyə. Məmmədqulu özü də bilməzdi ki, axır vaxtlar niyə belə səbirsiz olub. Elə hey hara isə tələsir. Əslində bilirdi hara tələsir. Tələsdiyi yer evdə deyildi. Tələsdiyi yer durna gözlü pəncərənin qabağı idi. Birazdan gün batandan sonra bu qızcığaz qapını bağlayıb burnunun ucunu da çölə çıxarmayacaq və Məmmədqulu da onu bu gün bir daha görə bilməyəcək. Deyin, atının yüyənini səbirsiz tərpətdi. Ürəyi birdən sıxıldı və bərk-bərk atmağa başladı. Bu evə ayaq basıb köçəli 3-cü gün idi gərək ki.
Otaqdakı yeganə böyük pəncərəyə yanaşıb, tənbəl-tənbəl uzaqdan par-par parıldayan cümə məscidinin günbəzinə baxan zaman, birdən hiss eləmişdi ki, aşağıdan qonşu həyətdən kiminsə baxışıdır. Zillənib onun tükülü üzünə. Az qalır onun tükülü üzünü deşə. Deşərdi də. İti mizraq idi bu odlu baxışın ucu. Bəstə boy, qarayanız, arıq bir qızdı. Amma ki, gözəl də olmağına gözəl idi. Əlindəki taxta qabdan bir dəst yuyulub sıxılmış pal-paltarı bir-bir çıxarıb, bu balaca həyətdə bir ucu evin damından asılan taxtabəndin ucuna, o biri ucu çəpərə bağlı zivədən sərməyə hazırlaşırdı ki, birdən 4 tərəfə yayılmış saçlarını geri silkələyib başını qaldırdı. Qonşu pəncərədə bir qalınbıqlı, qara sifətli kişinin pəncərəyə dirsəklənib cümə məscidi tərəfə dalğın-dalğın baxdığını görəndə, bir xeyli bu dalğın baxışın süzüldüyü gözlərə, bu kədərli çöhrəyə sehirliymiş kimi baxıb, durmaqdan özünü saxlaya bilmədi. Allah Allah, sən özün kömək elə. Bunların da yenə Allah olurmuş. Cəlladın da üzündə rəhm olurmuş, düşündü. Bir ilin gəlini gözəl Pərnisə, lap elə bu yaxınlarda cavan kişisini itirmişdi. Heç bir ayda bəlkə olmazdı. Əri şəhəri müdafiə edənlərdən idi. Və o gecə tələsik gedib qəsdimi vardı. Belə tez şəhid olandan sonra bu deyib gülən, dodağından gülüşü əskiyi olmayan cavan gəlini tamam dəyişmişdilər. Ağlamağına daha ağlayıb sıtqayıb doymuşdu. Amma gülüşü, təbəssümü də artıq öz gözünü tərk edib, harasa başqa bir yerə bir dəfəlik uçub getmişdi. Hansı cəhənnəmdə qaldın qız Pərnisə? Nə oldu? Bu paltarı ziviyə sərmək nə hücur iş oldu, sərilib qurtarmadı? Evin içindən qoca qarı nənənin küpəgirən qarılar təkin xırıltılı səsi gələr gəlməz, gözəl Pərnisə vəhşi heyvan iyi almış ceyran olub hürkdü. Nəmli yaşıl gözlərinə mi biləyi ilə sildi. Silmədisə əlini niyə üzünə apardı? Qərəz, baxışlarını bir təhər hamam pəncərədən ayırdı. Əlindəki paltarları bir-bir havaya çırpıb, başladı tələsə-tələsə ipə sərməyə. Və elə bu zamanda huşa getməyindən qayıdıb, qarı nənənin səsi ilə Məmmədqulu bu balaca həyətdə, bu balaca, gözəl, uzun saç qızı öz 2-ci mərtəbəsindəki bu yad həyətə açılan durna gözlü pəncərəsində ilk dəfə gördü. Bir diqqətlə qızı süzdü. İlk fikrindən keçən bu oldu. Nə incə boynu var. Bir dəfəlik boynu var ki bunun. Tezcə bu fikri az qala əli ilə yelləyib, milçək qovalayan kimi beynindən qovdu. Bir daha qıza tuşladı baxışını. Bir xeyli baxdı. Qıza beləcənə baxmaq ona ayrı ləzzət elədi. Onun boy buxununu, duruşunu, əl-qol ata-ata, dodaqaltı deyinə-deyinə ipə paltar sərməsini, pəncələri üstünə qalxıb qıvraq əndamını sanki tarıma çəkməsini rahat-rahat seyr elədi. Məni görməyinə gördü, amma vecinə də almadı. Bihudə deyil. Aşağıda gözəl Pərnisə birdən ayıldı ki, bəs nə hərəkət edirsə, necə əyilib durursa, bədənini balıq kimi ha tərəfə qıvrıldırsa, sən demə pəncərədən ona utanmaz baxan bu yaşlı, bığları şələ kişinin acığına edir. Bəlkə də acığına eləmir. Bu fikirdən yenicə açılan dan üzü kimi bunun da üzü qıpqırmızı oldu. Birdən nə mənə, nə sənə başını döndərib utanmaz baxışlarını o da dikdi bu kişinin şahin baxışlarına. İlişmədimi bu baxışlar bir-birinə? Həm də necə ilişdi? Tutaşdı. Sonra süst düşdü. Sonra hər ikisi məlul-məlul o buna, bu ona aşkar baxmaqlarını daha heç cürə saxlaya bilmədilər. Hamı səndən qorxur, bilirəm. Amma mən bax, bu boyda da qorxmuram. Heç zərrə qədər qorxmuram. Bil. Sən məndən niyə qorxmalısan ki? Mən ki səni tanımıram. Sən də məni tanımırsan. Qorxma. Qorxmuram. Heç vədə də qorxmanam. Qorxmasan yaxşıdır. Mən ki adam yeyən deyiləm. Adam yeyənsən, aldatma məni. Başlar kəsib doğramsan. Nə qədər günahlı, günahsız qana batıb sənin əllərin. Mən bilirəm. Yox, elə demə. Hər adamın öz günahı olur. Günahsızlar günahı görünməyən günahlılardır. Nə ağzını açıb durmuşsan orada? Görmürsən iş görürəm? Məni elə baxma. İndi nənəm gəlir.
Handan-hana qoca qarı nənə yanını basa-basa gəldi. Paltarları hisslə gözəl Pərnisənin əlindən dartıb aldı. Özünü də yana itələyib ölə-ölə onları zivəyə sərməyə başladı. Özü də ki, eynən küpə girən qarılar təkin bu dəfə ağzı səssizcə açılıb yumulurdu. Gün günü ağır-ağır, saat-saatı, dəqiqə-dəqiqəni ildırım surəti ilə əvəzlədi. Göz yaşları yavaş-yavaş quruyan gözəl Pərnisə, o gündən sonra nə zaman arxa həyətə çıxdısa, qonşudakı yuxarı pəncərədə həmin ətli sifətə yapışmış şeşə bığları gördü. Bildi ki, bu bığların sahibinin iti baxışları indən bilə onun hər hərəkətini gözləyir, izləyir. Gözəl Pərnisə nəyə istəsəydin and içərdi ki, bu baxışlar çox kədərli baxışlardı. Bu adam da kədərli adamdı. Özü də deyəsən utanmaz zat deyil. Bu adam gözəl Pərnisədən həqqən gizlənməyə çalışırdı. Bəzən bacarırdı, bəzən yox, bacarmırdı. Bacarmayan zaman elə bil onu harasa səsləyirdi. Harasa ahənruba kimi aparırdı gözəl Pərnisəni bu kədərli baxışlar. Dönüb olurdular bir çiçəkli yol. Gəl, gəl qız, mən ki həyatım boyu əsl məhəbbətin, əsl nəşənin nə olduğunu bilmədim. Həsrət bilmədim, vüsal bilmədim. Həyatı necə və kimə və nə üçün qurban verməyi bilmədim. Bu kədərli baxışlar deyirdi. Kənardan baxan olsaydı, belə anlarda düşünərdi ki, heç Cəllad Məmmədqulu deyil bu kədərli baxışların yiyəsi. Kimdisə, nədirsə, Məmmədqulunun gözlərinin düz içində oturan bir başqa adamdı bu cürə baxır. Heç əri də, özünün halal bir illik əri də ona belə baxa bilməmişdi ki, gözəl Pərnisənin ürəyi bu cür titriyəydi. Şirin bir yuxudaymış kimi, nə zamansa onsuz da ayılacağını güman edib, bu yuxuda nə istəsəydi eləyəydi. Buna bax sən Allah, buna. Bu ki onu əl eləyir, fay utanmaz. Lap elə götürüb nərdivanı diriyəsən bu divara. Qalxasan bu ikinci mərtəbədəki bu bayquş gözlü pəncərədən keçəsən içəri. Tutasan bunun şeşə bığlarından dart ki dartasan. Atasan özünü o möhtəşəm qolların arasına. Amma ay işığı həyəti doldurub, qoca qarı nənənin xorultusu evi başına götürəndə, gözəl Pərnisə bir də nə gördü? Gördü ki, hardadır, nərdivanın üstədir. Pillələri bir-bir qalxır. Çiçəkli yolla yuxarı, ikinci mərtəbəyə. Yuxarı, yuxarı, əlbəttə ikinci mərtəbəyə. Yuxarı, yuxarı, əlbəttə ki, ikinci mərtəbəyə. Bu zaman ürəyi necə də güp-güp vururdu. Məmmədqulunu əlini sallayıb onun belindən nə zaman tutdu? Heç özü də bilmədi. Quş kimi qaldırıb nə zaman saldı durna gözlü pəncərədən içəri, otağın ortasında nə zaman yerə buraxdı? Onu da bilmədi. Zavallı, zavallı. Bircə sakit ol, bircə sakit olum. Nə olur olsun, sonra nə olur olsun, indi və daha heç vaxt. İndi, yox, indi olmaz, indi heç olmaz, bir başqa vaxt. Yox, indi. Aman Allah, eşitsə, bilsə, nənəm öldürəcək məni. Qurbanın ollam, burax məni gedim. Mənim axı burada nə işim var idi? Ay Allah, sənə qurban ollam. İnan mənə, inan. Burax məni gedim. Sabah gəlim. Gedəcək kəndə. Sabah, yaxşımı? Bugün burax məni. Burax sən Allahın. Gedim mən. Eşidib görən olsa, daşqalağam mən. Mən bədbəxt, mən biçarə. Zavallı, zavallı. Sus, danışma. Nə olar, sus. Niyə axı mən? Bu boyda şəhər. Sən ki kimi istəsən, dayan bir səbrin olsun. Yoxdur sənin səbrin. Niyə yoxdur sənin səbrin? Ay Allah, niyə bunun səbri yoxdur? Yoxdur. Sənin insafın da yoxdur. Sənin, bax bu utanmazın hələ bığlarına. Bax bir, yelləncək. Pərnisənin və Məmmədqulunun bir-birinə sarılıb yapışmış və bir-birindən heç cür ayrıla bilməyən pıçıltıları yavaş-yavaş ağır bir qaranlığın sükutunda əriməyə başladı. Çünki burax məni deyən kimi
Yenə işığı həyəti götürmüş ayın qabağını bir parça bulud şəstlə gəlib necə tutdusa, həyət birdən-birə zülmət qaranlığa qərq oldu. O bulud nə zaman çəkilib ayın qabağından gedəcəkdi, ancaq o bir olan Allah bilirdi bunu. Məmmədqulu belə bir zaman və belə bir yerdə Zənən üçün bombalanmış qəlbinə gəlib bu cürənə eşqin dolmasını Allahın ona uca göylərdən göndərdiyi bir inayət kimi qəbul elədi. Elə bil Allah onun qulağına pıçıldamışdı. Görürsən sən bu qızı? Görmürsən? Götür. Qurtar onu dərddən, bəladan. Hifz elə. Buraxma yanından heç ara. Bu pıçıltını heç cür unuda bilməyən Məmmədqulu az qala hərdən yorğan döşəyin içində, hətta çox bəkdən sıxırdı gözəl Pərnisənin başını öz tükülü köksünə. Elə sıxırdı ki, qızın hövlnak olub, vay nəfəsim, burax, öldüm ki mən. Allah, neynirsən sən, dəli olmusan? Sən dəlisən, vallah, dəlisən, deməyindən də ləzzət alırdı. Əslində ləzzəti gözəl Pərnisənin səsindən alırdı. Dediyi sözlərin mənasına heç bir fikir vermirdi. Qəribə olan həm də bu idi ki, Məmmədqulunun özü son vaxtlar ürəyinin elə bir uzaq yerindən səsi gəlib şirin-şirin danışmağa başlamışdı ki, hamı məhd-məhtəl qalmışdı buna. Deyirdilər həmənki qeyzli, zəhimli Məmmədqulu deyil, başqa Məmmədquludur bu. İşini görəndə də bir başqa adam olmuşdu. Gözəl Pərnisə gözlərinin qabağından iki ayağını bir başmağa dürtüb, heç hara inad edib getmirdi. Hara? Kimə baxırdı? Yenə həmən qaydada ancaq onu görürdü. Əli də ki işdən açıq-aşkar soyumuşdu. Özünü ancaq məcbur edib gün ərzində bir işin qulpundan birtər yapışa bilirdi. Çalışırdı ki, gözə zada çox dəyməsin belə. Necə gəldi, bu günü də yola versin. Çıxıb getsin evinə. Evdə isə onunki ay işığını gözləmək idi. Ay işığı həyətə dolan zaman, gözəl Pərnisənin nərdivanının ucu utanmaz-utanmaz tak eləyib, söykənirdi durna gözlü pəncəriyə. Bu zaman Məmmədqulunun ürəyində tarıma çəkilmiş sim idi. Nə idi? O sim qırılırdı. Qız bu piləkəni qalxıb qurtarınca, o da aramsız otaqda o tərəf bu tərəfə var-gəl edirdi. Az qala o dünyaya gedib qaydırdı. Gəlişini biləndən sonra gözləmə nə vardı ki? Amma yenə də bütün vücudunu bal kimi ləzzət alırdı. Əgər əvvəllər bir adam ona desəydi ki, sən Məmmədqulu, kimisə bax beləcə, ürəyin ata-ata gözləyəcəksən. Bu gözləmə sənin üçün bu qədərinə şirin olacaq. Sən hər şeyi, hər zadı unudacaqsan. Rahatca bu adamın üzünə Məmmədqulu səsini başına atıb gülməzdimi? Elə gülərdi. Sən də gedəcəksən şah çıxıb gedəndə onunla. Mən buyruq quluyam. Fəqir Allah bəndəsiyəm. Kiməm ki mən? Getməyə bilmənəm. Demək gedəcəksən? Gedəcəyəm əlbəttə. Bəs mən? Nə sən? Mən də mən. Bəs deyirdin sevirsən məni? Sevirəm. Hə də? Yaxşı, sevirəm. Yox, mən bildim, sevmirsən. Zərrə qədər də sevmirsən. Saatlarla, sabahın gözü ovxalana açılanacan, bu sevirəm, sevmirəm söhbətini yarım ürgülü halətdə də olsa uzadırdı gözəl Pərnisə. O isə heç cürə incimirdi. Gözəl Pərnisənin uzun, dağını saçında dalğın-dalğın Məmmədqulunun barmaqları gəzirdi. Və bu zaman biraz da bərk qısılırdı Məmmədqulu gözəl Pərnisəyə. Əslində bu dəfə ruhu qısılırdı ona. Eynən körpəykən anasının isti qarnına qısıldığı kimi. Bundan da aldığı ləzzət bir başqa idi. Eynən anası idi gözəl Pərnisə. Səsi də oxşayırdı səsinə. Nə olar? Kim gedir getsin? Sən getmə. Səndən biləsən, mən əl çəkən deyiləm. Mənə ər lazımdır. Başqa heç bir adam lazım deyil. Sən məni atmazsan, ata bilməzsən. Sən məndən heç hara qaça bilməzsən. Heç hara yanımdan gedə bilməzsən. Düz demirəm Məmmədqulu. Məmmədqulunu Zəbulla ağa eşidirdi. Eyzən həmən sözlər idi. Anasının tək qız Zəbullaya dediyi sözlər. Elə belə bir ay işığında atasının ölümündən bircə ayda keçməmiş, atasının həyətində tut ağacının, yox, qarağacın sərin altında, yorğan döşək salıb, qucaqlaşıb yatışan anası ilə tək qız Zəbullanın
hərdən yerlərində ora-bura vurnuxub, bir-birinə dedikləri sözlər içində, ancaq bu sözlər idi, yapışıb qalmışdı yaddaşında. Eynən anasının danışığı idi. Əlbəttə ki, artıq onun üçün eynən anası idi gözəl Pərnisə. Sehirbazlar dərəsindəki bahara məxsus yamyaşıllığın içində yenə də gül gülü, bülbül bülbülü çağırırdı. Cavan sehirbaz öz həmişəki yerində, elə bil başını torpağın düz içindən boylanıb çıxarmış, yarımçılmaq bir qayaya çiynini söykəyib yenə də oturmuşdu. Və bu dəfə üzünü dərədən yuxarı, görükməz təpəyə sarı tutub, dalğın-dalğın təpəyə tərəf baxırdı. Əlbəttə, görükməz təpə necə görükmürdü, yenə də eləcənə görükmürdü. Amma bütün gecəni ki, qar yağmışdı. Bu qar təpəni başdan başa bürüyüb, nəhəng bir qar topasına çevirmişdi. Bu qar topası görükürdü. Külək ağ qarı dənə-dənə bunun başı üstdən o tərəfə, bu tərəfə sovurmağındaydı. Dərənin qurtardığı yerdən o tərəfdə, görükməzin ətəyində səssiz səmirsiz başını aşağı salıb, külək boran öz işini görürdü, cövlan eləyirdi. Qar da səssiz-səssiz yağırdı. Hər yanda ağappaq parıldayırdı. Biraz aşağıda, dərədə isə, hər şey yenə də həmişəki kimi başqa cür idi. Quşların cikkiltisi, çeşmələrin şırıltısı, az qala buradakı havadan yerəcən, yerdən havanın hər bir hüceyrəsinəcən gedib çıxan cürbəcür, al-əlvan rənglər vardı. Bu səslər, bu cürbəcür rənglərin düz içinə girirdi. Yox, bəlkə də bu səslər rənglərin içinə girmirdi. Bu səslər rənglərin içindən çıxırdı. 2-1, 3-1, sehirbazlar dərədən o tərəfdəki yuxarıdakı dünyaya heç bir məhəl qoymadan söhbətləşə, bəzən də mübahisə edib, əl-qol ata-ata dərə uzunu bəzən aramla, bəzən aramsız o tərəfə, bu tərəfə gəzişirdilər. Dərədən o tərəfdəki dünya bunların vecinə deyildi. Burada, bu dərənin içində onlar dənizdə balıq kimi idilər. Hərdən baxışları ilə cavan sehirbazı axtarıb tapır. Onun öz həmişəki yerində olub-olmamağından əmin olub, bundan sonra arxayın-arxayın köks ötürürdülər. Cavan sehirbaz isə oturduğu yerdəcə qımıldanıb eləmədən hələ də kədərli-kədərli üzünü görükməz təpiyə tərəf tutmuşdu. Elə bil o qarın, o çovğunun içində axtardığı bir şey vardı. Axtarırdı, amma tapanmırdı. Ürəyinə danmışdı ki, hardasa, lap elə bu yaxınlarda çox mühüm bir hadisə baş verəcək. Amma nə? Həm bilirdi bunu, həm də bilmirdi. Kərvanbaşı gözlərində gizli bir qürur, kərvanı əvvəlindən axırınacan bir daha yaxşı-yaxşı seyr etdi. Atını bir hündür yerə çəkmişdi. Düzəngaha bütün boyu ilə al-əlvan bir xalı ilməyə kimi açılan kərvan, səslə, küylə daşıdığı yükün ağırlığına baxmayaraq, gizlin bir şövqlə uzun yolun son həvəsli addımlarını atırdı. Atın başını çəkib kərvana qatıldı. Xacə İbrahim ağa ilə səyyah, sehirbaz, qatırlarını ata dəyişmişdilər. Bu ikisinin yanında bu da atını sürməyə başladı. İbrahim ağa, sən Hacı ağanı bizim evə apar. Üst qatda qonaq otağına yerləşdir. Diqqət elə qulluğunda dursunlar. Kərvanbaşı Xacə İbrahim ağaya dedi. Baş üstə ağa, sən heç narahat olma. Nə lazımsa mən hamısını edəcəyəm. Mənim işim çox olacaq. Kərvansaraya lazımdır getmək. Kərvanı lazımdır boşatmaq. Bunlardan da əvvəl biriminci əlbəttə gərəkdir qibli-i aləmin hüzuruna gedəm. İnşallah, axşam evdə görüşərik. Səyyah sehirbaz ürəyində düşündü ki, bir sözdə mən deyim, ayıb olmasın. Yoxsa elə yol uzunu ağzıma su alıb durmuşam. Dedi, nə tər məsləhətin olar, o tərdə hərəkət eləyərik. Sən ürəyini buz kimi saxla. Məndən istədiyini məndən alacaqsan. Sonrası mənlik deyil. Son sözlərini deməyi ilə peşman olmağa bir oldu. Gərək bu cür deməyəydim. Amma təcrübəsindən bilirdi. Nə qədər adam olmuşdu, yaxınının, qohumunun ruhunu çağırmaq üçün əvvəl-əvvəl əldən ayaqdan getmişdi. Malını, pulunu tökmüşdü bu işin əmələ gəlməsi üçün. Sonrası amma necə olmuşdu? Bu adamlar peşman və pərişan olmamışdı mı? Olmuşdu. Kərvanbaşını bu axırıncı söz heç tutmasa da,
üstünü vurmadı. Karıxmış Xacə İbrahim ağa başını yelləyib səyyah zehirbaza göz ağartdı. Ortaya namünasib bir sükut çöktü. Bir xeyli kirimişcə at sürdülər. Artıq yol kənarında təkəmseyrək obalar, evlər görünməyə başlamışdı. Qışın oğlan çağına hələ biraz var idi. Amma buna baxmayaraq, həyət bacada bitən ağacların dibində, təpəsində, evlərin damında neçə gün öncə yağıb tamamən əriməyə macal tapmamış, ilk qarın nişanələri qalmış idi. Bu ağartıya baxdıqca, uzun müddət yaşıllıqdan yorğun düşmüş gözlər elə bil dincini alırdı. Arxadan karvana çata-çatda zəifləyib heydən düşən sazağın nəfəsi, əlbəttə ki, bir neçə gündən sonra görükməz təpənin ətrafındakı bəyaz haray həşiri buralara da gətirib çıxaracaqdı. Amma orada-burada, küncdə bucaqda gizlənmiş qar topalarının bu həngaməni gözləməyə taqəti, hövsələsi çatacaqdımı? Xacə İbrahim ağanın nəfəsi ilə buğ çıxırdı ağzından. Bu qara sükutu pozum düşündü. Üzünü səyyah sehirbaza tutub soruşdu. Səyyah ağa, sizin dərə ki, ab havası ilə maşallah cənnət məkan bir yerdir. Nə cür olub ki, dərənin dörd bir tərəfi müxtəlif mövsümlərə girir? Sizin dəriyə amma bunun bir dəxli olmur. Necə ki, fəsli yazın xoşanlarıdır, həmişə də elə qalır. Sizlərin əməli nəticəsidir, yayın ki, o yerdə bir başqa sir vardır. Hacı ağa, sən necə bilirsən? Dörd tərəfin fəsli qış ola, təbiət qanaqlıya və tufan çovğun hər tərəfi bürüyə. İndi bu saat görükməz təpə artıq tamam qar altında qaldı. Belə olan halətdə bir kiçik dərənin yaşıllığı, gül çiçəyi, sultan çeşmələri, ağacların cəhcəh vuran quşları, bütün bunlar dörd tərəfi kəsmiş o şaxtanın ortasında nə cürə mümkün olarmış? Əlbəttə, səyyah ağa, mən elə bunu belə də təsəvvür edirdim ki, var. Sizlərin qüdrətinin nəticəsidir əlbəttə. Cənnəti bu dünyaya gətirmisiniz. Maşallah, maşallah. Mən ki, indi burada sizinliyəm. Bir balaca deşik açılıbdır üzü dəriyə. Əgər dostlar onu tutmazlarsa, boran çovğun girirsə, o deşikdən keçib dəriyə girir. Səyyah zehirbaz fikirli-fikirli dilləndi. Şəhər yavaş-yavaş qara və böyük bir xal kimi onlara tərəf gəlirdi. Gəldikcə də böyüyürdü. Əvvəl adda-budda evlər dar küçələrə döndü. Sonra dar küçələr genişləndi. Sonra ağaclar, arxlar, bulaqlar. Yol boyu adam idi. Karvanın pişvazına çıxırdı. Amma bütün bunlar hələ şəhərin özü deyildi. İç şəhərin qala qapıları hələ irəldə idi. Karvan da daha əvvəlki kimi hərəkət eləmirdi. Adamlarını ləngitmiş, maraqlı baxışların, nəzərlərin nəvazişindən məst olmuşdu. Budur, uzaqdan qala qapıları artıq göründü. Karvana tərəf atlılar çapdı. Karvanbaşı karvanın önünə, ayaqlarını təmbəl-təmbəl atan qotazlı dəvənin yanına atın sürüb keçdi. Ağa, gözün aydın, yetişdik evimizə, eşiyimizə. Sarvan qarasuvarlı atını ona yaxınlaşdırıb göz aydınlığı verdi. Gözümüz aydın qara, hamımızın gözü aydın. Karvanbaşı cavab verdi. Köpəklərin ağzına kəmərlərini vurdularmı? Vurdular, özlərini də zəncirə saldılar. Sən narahat olma. Zurna balabanın səsi gücləndi. Dəvələr bir anlıq gövşəməyini saxladılar. Sonra yenə də piyada olmuş sarvanların arxasınca gövşəyə-gövşəyə getməklərinə davam etdilər. Belə elə, karvanın ağzını aşağı məhəlliyə, Hacı Gavərin karvansasına tərəf çevir. Pişvaz mərasimindən xoş bir əhvala düşən karvanbaşı atın üstündə şax durub, üzünü döndərmədən Sarvan Qarasuvarlıya göstərişini verdi. Oldu ağa. Sarvan Qarasuvarlı qotazlı dəvənin yaraşıqlı ölkəlindən çox ciddi və qətiyyətli bir görkəmlə yapışıb addımlayan Nəzərəlinin yanına atını sürdü. Kərvanbaşı qanırılıb gözü ilə Xacə İbrahim ağa ilə səyyah sehirbazı aradı. Onlar hardasa kərvanın ortalarında olmalıydilər. Xacə İbrahim ağa kərvanbaşının onu axtardığını əlüstü duyub, atını ona tərəf yeyinlətdi. Kərvanbaşı altında bədöv atı oynaya-oynaya, gözləri kərvanda, Xacə İbrahim ağaya son tapşırığını bir daha təkrar elədi. Siz də dediyim kimi edin. Kərvansaraya getmənizə sizin heç lüzum yoxdur. Siz birbaşa evə gedin. Mən kərvanı yerləşdirib sonra saraya,
Hüzura gedəcəm. Gecəyə qədər işim çoxdur. Bizim malları evə nəzərəli gətirər. Gözün üstündə olsun. Özünüz də dincəlin. Ona da başı ilə səyyahə tərəf işarət etdi. Kərvanbaşı səsini yavaşıtdı. Məsələni artıq açıb özün danışarsan. Mən özüm istəmirəm. Bunları deyib bir cavab gözləmədən kərvanbaşı yenə karvanın qabağına atını sürüb irəli keçdi. Xacə İbrahim ağa göz elədi. Səyyah sehirbazla birgə atlarını çəkib bir kənara durdular. Karvan gəlib dəvə-dəvə, qatır-qatır yüklənmiş mal onların qabağından aramla keçib getməyə başladı. Karvanın quyruğu ötüb keçəndə səyyah sehirbaz baxıb gördü ki, karvanın başı qala qapılarından şəhərin içərisinə qədəmini qoydu. Zurna səsi, haykü sədaları artıq oradan gəlib qulaq deşirdi. Xacə İbrahim ağa səyyah sehirbazla birgə çölüb çeşmə yoluna girdilər. Bu yol onları şəhərin o biri tərəfindəki kiçik çeşməli qapıya gətirib çıxaracaqdı. Elə də oldu. O qapıdan onlar şəhərə daxil olub adamsız, boş küçələrlə, hamı karvan varid olan baş darvazanın ətrafına dolmamışdımı? Atlarını karvan başının yuxarı Qırxlar məhəlləsindəki evinə tərəf sürdülər. Bunlar evə çatanda gün günortanı təzəcə olardı keçib getmişdi. Yanında yorğunluqdan yol azmış sərgərdanlar kimi ora-bura dolaşan səyyah sehirbaz, ondan da yorğun olan Xacə İbrahim ağanın onu gətirdiyi geniş və isti qonaq otağında, bir yumşaq xalının üstündə necə uzanmışdısa, eləcənə də qalmışdı. Çoxdan idi belə zərzibalı, rahat yerdə məskən eləməmişdi. Rahat olmağına əslində sehirbazlar dərəsi də rahat idi. Amma buradakı rahatlıq bir başqa rahatlıq idi. Bu otağın hər bir küncündən ilıq və tanış bir yuxunun məst edici qoxusu gəlirdi. Mürgü səyyah sehirbaza çox asanlıqla güc gəldi. Şəhərin adi səsküyünə alışmadığından, böyük pəncərənin qalın şüşələrindən hərdən işıqla bir yerdə özünü içəri dürtən dəcəl səsküydən əvvəl-əvvəl diksindi. Gözləri yarı yumulmuşdu. Fikirləri qarışırdı. Və bu otağın məst edici rahatlığında qulağına yenə də ancaq özünün tanıdığı, haman qəzəbli səslər gəlməyə başladı. Sənin yerin bura deyil, rədd ol. Get, bütün təqsirlər səndədir. Sən etdin. Sən etdin bunu. Lənət olsun, 7 qatına lənət olsun. Dağın başındakı yarı uçuq, üstünü qar basmış komanın qapısı ağzını kəsib, onun dünənki ürək dostları bu gün onu içəri buraxmaq istəmirdilər. Lənətlər, təhdidlər. Səyyaha söz deməyə də imkan vermirdilər. Qar dənələri balaca tozcuqlar kimi gecənin ümidi hər yerdən kəsilmiş, qaranlığını deşib ağ işığın yolunu göstərirdilər. 1000 dənə, 100 min dənə qar tozcuğu boyda deşik, haman işığa gedən yeganə yol idi. Dünən ağ dərvişi qətlə yetirmişdilər. Əvvəl-əvvəl huşu başından gedənə qədər döymüşdülər. Sonra çarmıxa çəkmişdilər. Qəlbi ağrıyan, acıyan da, bu heysiz cisim qalığını nifrətlə seyr edən də, ona son nəfəsində cürbəcür suallar verirdilər. Son gücünü yığıb ağ dərviş bunlara bəzi cavablar verməyə cəhd göstərirdi. Söz canından çıxanda sözlə, söz canından çıxmaq istəməyəndə cavabı gözləri ilə verirdi. Gözləri böyümüşdü və görənlər heyrət edirdilər ki, bu cür ağır məqamın özündə belə gözləri xeyli pəjmurdə və yaraşıqlı olmuşdu. Ən sonda onun çarmıqdakı cisminə şəhidləri bir-bir yaxınlaşıb dodaqaltı. Ancaq onun yarımcan, amma yenə də yaraşıqlı gözləri ilə anlaya biləcəyi tərzdə nəsə pıçıldadılar. Nəhayət bundan sonra onun canı heysiz, gözlərinin içi isə tərpənməz oldu. Şəhidləri ona nə dedilər? Ağ dərvişə şəhidləri intiqam almaq üçün and içdilər. İndi isə onu, onlardan biri olan onu içəri, bu intiqam mərasiminə buraxmırdılar. Qapını düz üzünə bağladılar. O çomanın qabağında həyətin bir küncünə, yarı qaranlığa çəkildi. Xırda qar dənəcikləri üz-gözünə, üst başına nəvazişlə qonub qalırdı. Onu yavaş-yavaş ağ bir heykələ çevirirdi. Tərpənməz durdu. Fikrindən keçdi ki, balaca tərpənsə, kiçik də olsa bir hərəkət eləsə, boşuna güc sərf edəcək. Beləcə, buz kimi soyuq ölümünü daha tez yaxınlaşdıra bilər.
O isə sona qədər burada durub heç bir yana getmək fikrində değildi. Səhərə qədər, axşama qədər, gücü tabı son damla qanana qədər, ölümünə qədər duracaqdı. Əvvəl-axır yoldaşları onu dinləməli idilər. O həqiqəti öyrənməli idi. Öyrənəcək idi. İntiqam şayəsi artıq bu dağın başından yol alıb üzü aşağı, şəhərə çatmışdı. Nə intiqam idi? Onun illər uzunu bir yerdə, bir çomada yatıb qaldığı, Ağ dərvişin səmadakı deşiklərdən, o deşiklərin yola çevrilməsindən, o yolla gedib gəlişin mümkünlüyündən, bu mümkünlüyün ruhlar üçün istifadəsindən, danışdıqlarına, öyrətdiklərinə bircə qulaq asdığı, bir qəmlənib, bir sevindiyi şəhid dostları hansı intiqam barəsində düşünürdülər? Nə edəcəkdilər? Necə edəcəkdilər? Seyid Sarının uzun və zəhmli çöhrəsini xatırladı. İntiqamın qorxusu hətta bu zəhmi basıb çöhrədən də o tərəfə keçmişdi və çöhrənin xırda gözlərində oturmuşdu. Seyid Sarı tüpürcəyə axan ağzından daha çox gözləri ilə danışırdı. Öyrən, öyrən. Nə var bunların beyinlərində, hamısını öyrən. Sağ-salamat geri dön. Sağ-salamat. Eşidirsən? Sən mənə sağ və salim gərəksən. Komanın qapısı eşik tərəfdən ağzına yığılan qarı boğuq səslə ağır-ağır itələnib açıldı. Bir-bir ağ dərvişin şəhidləri içəridən çıxmağa başladılar. Hamısı dizəcən ağappaq alt paltarında idi. Gəlib həyətin axırında. Sıldırım uçurum idi. Onun düz üstündə dayandılar. Səhv düzəltdilər. Aşağıda dərənin dibi görünmürdü. Bunlar başladılar hərəkətsiz halətdə gözləməyə. Ancaq indi o bu adamların niyyətini dərhal başa düşdü. İntiqamın mahiyyəti elə o andaca ona məlum oldu. Əslində bunlar səssiz səmirsiz, heykəl kimi lal durub ürəklərində öz ruhlarını çağırırdılar. Məqsədləri bu idi ki, ruhları bunların vücudlarını son məqamdan bir qədər əvvəl tərk etsin. Belə bir üsulu cavanlığında Ağ dərviş icad eləmişdi. Ölüm ölümdən biraz, lap azacıq əvvəl gəlirdi. Səyyah tərpənməz olub, az qala donduğu yarıqalanlıq yerdəncə bunların hər hərəkətini diqqətlə izləməyə davam etdi. Dodaqlarına naməlum, indiyənəcən özünə də bəlli olmayan yarıçılpaq bir təbəssüm qondu. Üzünün qırışığı dərinləşdi. Deməli belə. Bircə mən qalıram. Mən artıq yeganə oldum. Məndən başqası olmayacaq. Elə bu sözlər gəlib fikrindən keçmişdi ki, sıldırımdan üzü aşağı 23 nəfər can qəlb dostu əl-ələ tutmuş halda, tullanıb boşluğun qaranlıq bağrına özlərini atdılar. 23 yelkən açıldı qaranlığın içində. Əvvəlcə üzü aşağı daş kimi düşmədilər, yox. Əvvəlcə havada nizamlı durnalar kimi dövrələmə uçuşmağa başladılar. Bir xeyli beləcə əl-ələ verib uçuşandan sonra birdən şikar görən şahinlər kimi sürətlə şığıyıb dərənin təkinə üz aldılar. Heç birindən, 23 nəfərin heç birindən yerə dəydikləri zaman bir cınqırtı, bir səs eşidilmədi. Yerə dəyəndə yox, hələ havada ikən ölüb qurtarmışdılar. Ağ dərvişin 23 şəhirdi ustadlarının intiqamını beləcən aldılar. Əslində 24 olmalı idilər. Qapının yavaşdan döyülən səsindən diksinib gözünü açdı. Kimsə qapıdan o tərəfdə boğazını arıtlayıb öskürdü. Xacə İbrahim ağa idi. Gir. Səyyah zehirbaz yarımçıq yuxusunu gözünün dibinə qovalayıb bəkdən dilləndi. Axşamın xeyir olsun. Xacə İbrahim ağa içəri daxil olub, əlindəki şamdanın titrəyişli yanan şamını əli ilə qoruya-qoruya, keçib oturdu onun yanındaca yerə. Şamdanı da qoydu aralarına. Otağın işığı çoxaldı. Kölgələr peyda oldu. Uzun-uzun divara yapışdılar. Axşamın qaranlığı doğrudan da nə zaman düşmüşdüsə, səyyah zehirbazın bundan xəbəri olmamışdı. Bu qaranlıqda yorğunluğa da nəhayət bir yol tapıb cismindən çıxmışdı kənara. Hər vaxtın xeyir. Səyyah da öz növbəsində Xacə İbrahim ağanı salamladı. Ona tərəf çönüb, elə yerindəcə bir böyründəki yundan tökülmüş mütəkkiyə dirsəkləndi. Dincələ bildinmi? Xacə İbrahim ağa nəvazişlə soruşdu. Mən neynəmişdim ki, yorulaydım. Amma dincəldim.
Sən özün nə tərsən? Mən yaxşıyam, niyə ki? Ağam hələ gəlmədi. Saraya, padşahın hüzuruna gedəcəkdi. Gələr inşallah. Elə çatan kimi hüzura? Əlbəttə. Bu karvan Əlahəzrətin öz karvanıdır. Ən qiymətli malları o sifariş vermişdi. Bundan savayı bir çox hədiyyələr də vardı ki, şəxsi, alisinə təqdim ediləcəkdi. Məxsusi onun adına alınmış hədiyyələr varmızdı. Çox gözəl, çox pakizə, xeyirli olsun. Belə. Bilirsən İbrahim ağa, mən belə düşünürəm ki, bizim mətləbi deyirəm, bu gecə bu alınmayacaq. Göğüsünün rəngi heç xoşuma gəlmədi bayaq. Bu işdə sənə deyirəm, gərəkdir göyün rəngi mən istəyən ola. Əsas göyün rəngidir. Xacə İbrahim ağa səyyah sehirbazın mətləb üstünə gəlməsindən məmnun qaldı. Amma dediklərinə bir o qədər mültəfit olmadı. Göyün üzü hələ nə deməkdir? Göyün rəngini nə zaman gördün sən? Görmədim. Ürəyimə belə damıb. Günortadan üzü bəri mən istəyən deyil. Mən istəyən olmasa, olmaz. Nə deyirəm? Xacə İbrahim ağa məyus olub bir balaca düşüncəli dilləndi. Nə etmək olar ki? O zaman sən öz işində ol. Rahatlığını elə. Dincəl, yat. Mən ağama sənin dediklərini çatdıraram. Məndən bir istəyin varmı? Səyyah sehirbaz ürəyində düşündü. Birdən bunlar elə bilər ki, mən bu dəbdəbənin içində qalıb kef eləmək üçün vaxtı qəsdən uzadıram. Üzünü pəncərədən çölə tutdu. Bir daha diqqətlə son görüntülərini qeyb etməkdə olan göy üzünə nəzərini saldı. Yox ki, yox. Mən istəyən deyil. Mən nə edə bilərəm? Pəncərədən samaya baxa-baxa günahkar bir tərzdə dilləndi. Mən nə deyirəm? Yaxşı. Bəs sən istəyən göy üzü olmağını biz nədən biləcəyik? Xacə İbrahim ağa tərəddüd içində bundan soruşdu. Mən özüm bunu biləcəyəm. Mən özüm. Sizinki bilməyinizə bir gərək yoxdur. Səbir, ağa, səbir. Mənlik deyil, biləsən. Hacı Mirhəsən ağa səyyah, yəni səyyah sehirbaz üzünü təzədən çöndərib, Xacə İbrahim ağaya belə cavab verdi. Axşamdan xeyli keçmiş və gecə artıq düşmüşdü. Kərvanbaşını evinə dönən zaman Xacə İbrahim ağa ki, qulağı çöldə səsli idi, tez duyuq düşüb həyətə çıxdı. Nökərlər atı çəkib apardılar. Kərvanbaşının Xacə İbrahim ağaya ilk sualı bu oldu. Danışdınız? Nə oldu? Nə dedi bu? Xacə İbrahim ağa cavabında dedi. Danışdıq ağa, danışdıq. Hələ bir keç içəri, dərdin alım. Soyuq olacaq burada sənə. Axşamçağı sazaq artıq əməlli başlı kəsməyə başlamışdı. Soyuq həyətdən içəri isti otağa, Əndaruna birgə keçdilər. Burada bir cavan, səbirsiz qadın xeylağı, qucağında da bir uşaq nə vaxtı ki kərvanbaşının yolunu gözləyə-gözləyə oturub qalmışdılar. Onu görcək cəld ayağa qalxdılar. Uşaq anasının qollarından vurnuxub çıxdı. Özünü atasının mehriban qucağına atdı. Gəl, gəl, hələ bir bax buna. Gör nə tər böyümüsən, maşallah olsun. Maşallah, maşallah. Xacə İbrahim ağa da məmnun təkrar elədi. Kərvanbaşı uşağı çox bərk qucaqlayıb bağrına bastı. Öpüb durdu. Bir daha diqqət ilə üzünə baxdı. Böyüyüb, baxışları itiləşib, düşündü. Sonra uşağı yerə qoydu. Uşaq 5-6 yaşı var idi. Bir xeyli də ağırlaşmışdı. Qısılıb bunun ayağına durdu. Kərvanbaşı uşağı bir ayağı ilə yavaşcadan və ehtiyatla sürüyə-sürüyə gəlib o qadının yanındaca xalça üstünə oturdu. Əli ilə qadının əlindən tutdu. Onu da yanında oturtdu. Bir xeyli qadını hər tərəfdən zənlə süzüb, əlini əlində tumarlaya-tumarlaya nəvazişlə dedi. Sən ki heç dəyişməmsən. Necə idin eləsən. De görüm hələ özün nə tərsən. Gözümə bir tər dəydin. Vaxt uzun gəldi keçdi, həmi? Qadın utandığındanmı, ya nədən, başını yerə tikib nə isə dodaqaltı mızıldadı. Əlini yavaşca çəkdi çıxartdı kərvanbaşının əlinin içindən. Özü də qızardı. Kərvanbaşı daha bir elə fikir vermədi ki, bu nə deyir, nə demir. Amma yenə də laibalı. Nə dedin? Soruşdu. Cavabında qadın əlləri ilə uzun saçlarını başındakı örpəyin altında düzəltdi. Sonra yenə əvvəlki təkin anlaşılmaz tərzdə nəsə pıçıldadı. Yemək yeyəcəksən? Soruşur.
Xacə İbrahim ağa gəlinin mızıltısını usanıb tərcümə etdi. Yox, yeməyəcəm. Sarayda vəzir Məştəli məni qonaq elədi. Kərvanbaşı üzünü yenə qadına tutdu. Yox, baxıram ki, niyə ki, yaxşısınız. Amma sən biraz yorğunsan elə bil. Hədiyyələrinizi aldınız? Qadın nəhayət dili açılmadı mı? Açıldı. Sağ ol, var ol, aldıq. Sağlığına yorğun zat deyiləm. Keçən gecəni yatmamışam. Elə bildim, gecə gəlib geçəcəksən. Gözləmişəm. Bunu yatırtdım. Uşağı göstərdi. Özüm nə illah elədim, yatanmadım. Qadının dili açılan kimi kərvanbaşının yadına görünə düşdü. İsti yay günlərinin birində heç gözləmədiyi halda şahdan ona adam gəldi ki, gəl, bəs qibli aləm səni yanına istəyir. Heysiz durub giyindi. Ayaqlarını sürüyə-sürüyə evdən çıxıb saraya gəldi. Şah ona bir cariyə bağışladı. Özünə isə 7 gözəl, seçmə qızı qardaşlığı Xeyrabad əmri hədiyyə göndərmişdi. İlk dəfə onu gördüyü zaman qaşqabaqlı, dinməz söyləməz, arıq, bəstəboy bir qız idi. Yaşıl, iri gözləri ilə başını qəflətən qaldırıb adamın gözünün içinə dik baxmağı vardı. Şəlalə saçlarını gizlətməyə, ipək örpəyin içinə bək-bək dürtüb yığmağa çalışırdı. Bəzən alınırdı, bəzən yox. Ürəyində bu mənim nəyimə gərəkdir? Nəyə oxşayır bu Allah? Düşünüb, dilində şaha bol-bol təşəkkürlər edib, dodaqaltı deyinə-deyinə karvanbaşı saraydan çıxıb, özü irəldə, qız arxada, küçənin isti havasının içindən ləng-ləng keçib, qayıdıb evinə getdi. Bir ildən sonra onların balaca bir oğlan uşaqları dünyaya gəldi. Kərvanbaşı isə dinimizin qanun qaydası və ürəyinin hökmü ilə bu qızı özünə kəbirli arvad elədi. İndi beynindən sürətlə gəlib keçən bu vaqiəni bir tərəfə qoyub. Get sən də bir dincəl. Mən birazdan gəlirəm. Kərvanbaşı dodağının ucunda nərmənazik bir təbəssüm qadına baxmadan üzünü yerdəki xalçaya tutub dedi. İbrahim ağa, gəl bir yaxına, otur görüm. Qadın uşağın əlindən tutub çıxmaq istəyəndə, kərvanbaşı uşağı bir daha yanına çəkib bağrına bastı. Başını sığalladı. Qoçağım mənim. Sabah səhər yuxudan durub, gəlib mənə bir ilin hesabatını verərsən. Verərsən? Uşağın gözləri qürurla güldü. Şəstlə başını yuxarı qaldırdı. Atasının məhəbbətlə üzünə baxdı. Baş əydi atasına. Qaçıb anasının tutdu əlindən. İkisi də otaqdan sevincək çıxdı. Nə var, nə yox? Mallar gəldi. Kərvanbaşı bunların dalınca isti-isti baxdı. Sonra yerini rahatlayıb, Xacə İbrahim ağaya tutdu üzünü. Gəldi qurbanın olum. Hər şey yer yerindədir. Sən necə oldun? Qibleyi aləmi gördün, ağrın alım. Gördüm. Mərhəbamı aldım. Şükür, min şükür. Yaxşı. De görüm, o bir işlərimizdən nə xəbər var? Xacə İbrahim ağanın səsi dəyişdi. Naçar davam etdi. Nə xəbər olacaq? Yaxşıdır işlərimiz. Amma əmması var. Nədir? Nə olub? Əmması nədir belə? Heç. Göy üzünün rəngi deyir. Mən istəyən deyil. Göy üzünün rəngi bu istəyən deyil? Kərvanbaşı gözün qıyıb təəccüb etdi. Bəli, qurbanın olum. Məncə fənd oynatmır. Belə. O zaman göy üzünün rənginin bu işə nə dəxli vardı İbrahim ağa? Varmış, dərdin alım. Görünür dəxli varmış. Kərvanbaşı fikrə getdi. Əgər Xacə İbrahim ağa deyirdisə ki, sehirbaz fənd oynatmır, onun gözləri itidir. Deməli, həqiqətən ortada yalan filan yoxdur. O zaman bu rəng məsələsi nə deməkdir? İndi bəs nə edəcəkdilər? Bəs indi nə edək? Kərvanbaşı sual verdi. Gözləyək ağrın alım. Nə edəcəyik? Gözləməkdən başqa çarəmiz varmı? Yoxdur. Kərvanbaşı və Xacə İbrahim ağa yenə bir xeyli bu xüsusda söhbətləşdilər. Götür qoy etdilər. Axırda belə bir qərara gəldilər ki, hələ bir müddət səbr edib gözləsinlər. Səyyah sehirbaz özü deməyincə, daha ondan bir kəlmə söz soruşmasınlar bu məsələ barədə. Xacə İbrahim ağa Kərvanbaşıya qayğılı-qayğılı baxdı. Gör bir necə yorğundur. Gedib dincəlsə yaxşı olacaq. Düşünüb ayağa qalxdı. Amma gedərkən soruşdu. Vəzir Məştəli mənim barəmdə səndən bir söz soruşmadı ki, ağrın alım. Vəzir Məştəli səni nə üçün soruşmalı idi İbrahim ağa? Kərvanbaşı suala cavab verdi. Heç,
Deyirəm bəlkə onun yadında qalmışam. O səfərki məsələni deyirəm. Yox, soruşmadı. Arxayın ol. Sağ ol, dərdin alım. Gecən xeyirli olsun. Yat dincəl. Yoruldun sən, əldən düşdün. Vəzir məştəli də vəzir məştəlidir. Hay gedib, vaya qalıbdı. Sən hardan gəlib onun yadına düşəcəksən? Ay qərib. Kərvanbaşı Xacə İbrahim ağa çıxdıqdan sonra bunları beynindən keçirdi. Sonra vəzir məştəlinin qoca, arıq, büzüşmüş ağ saqqalı, seyrəlmiş sifəti gəldi bunun gözlərinin qabağında durmadı mı? Durdu. Artıq qoşun əhli ilə, onu boya başa yetirmiş əziz padşahla, haqsayına güman ki heç zaman geri qaytara bilməyəcəyi ağ saqqallı vəzir məştəli ilə burada. Bu Allaha biraz da o birilərdən yaxın olan şəhərdə vidalaşmalı olacaqdı. Vəzir məştəlinin yanına gedəcəkdi. Lazım gəlsə, lap ağlayıb sıtqıyacaqdı. Peşman üzrxahlıq edəcəkdi. Nökərinəm ölənəcən. Sən mənə atalıq etdin, deyəcəkdi. Gözünün ağına qarasına dönmüş öz oğlu olsaydı, ondan da artıq istəyəcəkdi onu. Oğulluğunu vəzir məştəliyə əmanət edəcəkdi. Yalvaracaqdı ki, padşaha onun iltimasını çatdırsın. Özü ürək eləyə bilmiş. Vəzir məştəlinin çaşqın baxışlarını öz baxışları ilə səy edib, ələ keçirib, hərəkətsiz bir halətə salacaq. Onların içinə girib, onların içindəkilərdən rahat hali olandan sonra isə, sonra geriyə, bu sakit, dar, yerinə daş döşənmiş, quş boğazı kimi nazik bu küçəyə, yolu onun yaşadığı evdən də yuxarılara baş alıb gedən, harda qurtardığı da bəlli olmayan bu küçəyə qayıdacaqdı. Sinəsi ata ondan xoş xəbər gözləyən gözəl pərnisəni əvvəl hərə bir cinlədəcəkdi. Olmaz, qoymadılar. Mən də ləşkərlə bir yerdə necə ki gəlmişəm, elə də geri dönməliyəm. Başqa səfərlər də vardı. Bu zaman gözəl pərnisə hansı oyunlardan çıxacaqdı, bir Allah bilirdi. Yalnız onu heydən çıxarıb, qışqırdıb, küstürüb bir xeyli ləzzət alandan sonra açıb həqiqəti qoyacaqdı ortaya. Həqiqəti. Amma həqiqət harda idi? Bunu ki heç özü də bilmirdi. Vəzir məştəlinin narahat gözlərinin təəccüb dolu dərinliyində idi həqiqət. Yoxsa onun bir görüm nə edə bilərəm? Heç bilmirəm necə deyə biləcəm qiblə-i aləmə bu xəbəri. Sözlərində idi. Yaxud da padşahın hələ qəbul etmədiyi qərarında idi. Harda idi həqiqət? Bircə məlum olan o idi ki, bəlkə elə həqiqət də bu məlum olandan ibarət idi. O özü artıq qərarını vermişdi və qoşunla bir yerdə geri dönməyəcəkdi. O gözəl pərnisədən heç cür ayrıla bilməyəcəkdi. Bəlkə həqiqət doğrudan da elə bu idi. Əlbəttə ki, həqiqət doğrudan da elə bu deyildi də. Bəs daha nə idi? İndi artıq Məmmədqulu bir məsələni həyəcan içində düşünə qalmışdı. Qiblə-i aləmin onun hərəkəti ilə bağlı qərarı necə olacaqdı? Ürəyinə qaraqura fikirlər gəlib girirdi. Yadına padşahın cövlana qalxan sözləri düşürdü. Qiblə-i aləm idi salnamaçı Mirzəyə bu sözləri yazdırırdı. Yaz, Mirzə Sədrəddin, yaz. Yaz ki, ikicə sadə aldıq bu boyda şəhəri. Cəmi azğanlarını da diz üstə çöktürdük. Amma ləşkər bilsin bunu. Bunlar bizim din qardaş bacılarımızdır. Yollarını ki azmışdılar. Bir şapalaq vurduq. Ağılları gəldi başlarına. Öz məmləkətimiz, öz cəmaatımızdır. Qarətdən filandan söz ola bilməz. Qarətə qurşanmış, yayınki barəsində şikayət gələn əskər birbaşa. Özü, mən hələ ağzımı açmamış, Cəllad Məmmədqulunun getsin xidmətinə. Cəzasını o verəcək. İxtiyar onundur. Bir də şah gözlərini qələmindən ayırmayan Mirzə Sədrəddinə bu sözləri yazdırmışdı. Bir də bunu yaz. Kim məğlub olmuş bu şəhərdə qalıb məskun olmaq niyyətinə düşsə, bütün sonraki nəsli zay çıxacaq. Çünki buranın havası da, içiqat olub özünü soxur bizim ciyərimizə. Buranın havası da, daşı da, suyu da, arpası çörəyi də, bir söz. Bu məğlubiyyəti görən nəyi varsa, hər şeyi artıq axtalandı. Məni bəyənməyən birisi ancaq belə bir fikrə düşə bilər. Məmmədqulunun şaha iltimas etməsinin xəbəri hava ilə keçdi bu qulaqdan o qulağa. Bu evdən o evə. Onbaşı onbaşıya, yüzbaşı yüzbaşıya danışdı.
Əyanlar, əşrəflər, bölük başçıları maraq içində donub qalmışdılar ki, şah öz sevimli cəlladının cəzasını necə verəcəkdi və heç verəcəkdimi? Bəlkə cəllad Məmmədqulu öz dikbaş arzusuna çatacaq. Bu şəhərdə qalıb ordu ilə geri dönməyəcəkdi. Bəlkə şah onun bu gözlənilməz dikbaşlığına göz yumacaq. Bəlkə də hərə bir cürə yozum yozurdu. Məmmədquluya bir neçə gün heç kim bir söz demədi. Padşahın nə qərar çıxardığı barədə. Bu yazıq da qalmışdı nigaran ki, əlbəttə, başından böyük qələt eləyibdi. Amma iş də artıq işdən keçmişdi. Düşünürdü. Şah verən vardı, şahın ləşkərində mən əvəzi. Heç olmazsa buna görə məni buraxar. İnşallah. Allaha təvəkkül. Ağlına gələn Məmmədqulunun dilinə də gəlirdi. Məsləhətləşdiyi, ürəyini açdığı, nigarançılığını bölüşdüyü köməkçisi qoca bir qul vardı. O idi. Bu qoca qul da Məmmədqulu ilə söhbətin hər dəfəsində onun son sözlərini qara başını tərpədə-tərpədə təkrar edər. Hər dəfə Allaha təvəkkül deyib, bununla da susardı. Amma sulu gözləri öz içində gizlətdiyi qorxu ilə bir yerdə hillənirdi Məmmədquludan ötəri. Çünki Məmmədquluya həqiqətən də sidq ürəkdən bağlanmışdı. Uzun-uzun illər idi ki, ondan savayı bir kimsəsi yoxdu. Məsələni bilib qoca qul da bir xeyli susmuşdu. Handan ana gözlərini yana qaçırıb, bu dəfə Allah axırını xeyrə calasın, demişdi. Elə bir qaranlıq, naçar tərzdə demişdi ki, Məmmədqulunun ürəyinə qara bir xal düşmüşdü və daha bir dəfəlik bu barədə onunla bununla söz danışmağı öz-özünə qadağan etmişdi. Çarəsi nə idi? Oturub şahın qərarını dinməz söyləməz gözləməkdən savayı çarəsi var idimi? Yox idi. Vəzir Məştəli nəhayət ki, məqamına salıb, cəllad Məmmədqulunun təvəqqəsini qiblə-i aləmə çatdıranda, həyatı boyu heç bu cürə peşman olmağı yadına gətirə bilmədi. Sonra da uzun zaman öz-özünü yamanlayıb durdu. Qiblə-i aləmin gözləri az qala hədəqəsindən çıxıb, uçub gəlib onun gözlərini arı kimi sancacaqdı. Qaşları çatıldı. Nə çatıldı? Zərbə onun üçün çox gözlənilməz oldu. Özü də kimdən? Zaman-zaman özündən xəbərsiz isinişdiyi, nökəri cəllad Məmmədquludan zərbənin gəlməsi, onun hiddət və qəzəbini bəlkə 1-ə 10 artırdı. Səsi çox boğuq çıxdı. Belə. Bu cəllad əvvəl-axır özünün zatı qırıqlığını göstərməli idi ki, göstərdi. Hayf, çox hayf. Deməli ki, bizim qulluğumuzda dayanmağı yaraşdırmır daha özünə. Nəyə və kimə güvənir görəsən bu zatı ali? Bəlkə sən biləsən, vəzir. Sən bilməmiş olmazsan. Sənin adamın deyil miydi bu nacins? Unuttun mu? Sən çəkib çıxardıb oturtdun bunu başımızda. Asılısıydı bu. Hələ o zaman asılısıydı. Yəqin pis iş gördük, qulluğa götürdük, adam elədik. İndi də ki bu cürə. Nə oldu? Nə baş verdi? Səfərdə ordudan cəllad qaçırsa, bəs elə hamı hara istəyir çıxıb getsin. Daha nəyi gözləyirsiniz? Hələ məni neynirsiniz? Nədir? Gözlərini niyə döyürsən? Sus. Sussan yaxşıdır. Nə deyəcəksən ki? Düz demirəm yoxsa? Bəlkə vəzir, elə bilirsən yadımdan, hoşumdan çıxıbdı bunun hekayəti. Sən deyildin bunun cavanlığındakı şücaətindən, dağa daşa düşməyindən yanıqlı-yanıqlı danışırdın? Doğmacı anasını o dünyalıq etməmişdimi? Budur mənim xeyirxahlığımın indi əvəzi. Axı, taxsir bilirsən kimdədir? Məndə. Əlbəttə, susub durassan. Nə deyəcəksən ki? Məndədir taxsir. Mənim özümdə. Elə demə gözümün işığı. Elə demə. Ürəyimə dağı dağ üstündən çəkmə, qurbanın olum. Nə deyə biləm mən? Allah əvəzim. Mən fəqir hardan biləydim? Nə biləydim mən bunun haramzada olduğunu? Hardan biləydim çiğ süd əmib? Qancıq südü əmib. Amma gərəkdi biləydim. Əlbəttə taxsir məndədir. Hər cəzaya hazıram, qurban. Zatı qırıq çıxdı. Doğru buyurursan, qudurdu, azdı yoluna. Mən bir gör kimin üçün ağız açdım sənə? Vəzir Məştəli kürəyindən su kimi axan soyuq tərin tumanlacan gəldiyini hiss elədi. Şah Vəzir Məştəliyə gözücü baxıb daha qulaq vermədi. Əvvəlki qəzəbli sözlərinin ardınca necə ki düşmüşdü, sağa sola əyilmədən eləcənə onların arxasınca getməyində oldu. O məlun, xain, o asi Şahverdinin oğlunu deyir, eləmi?
Bu hələ bir mənə nə cür hərəkət edəcəyimi, kimi kimin əvəzinə qulluğa götürəcəyimi də məsləhət edəcəkmiş. Belə, vəzir, mənim boşuna sərf eləməyə nə vaxtım varımdır, nə də həvəsim. Belə, bunun dərsi verilməlidir. Hamıya görk olmalıdır bunun dərsi. Yaxın gəl, qulaq ver. Nə dediyimə aç qulağını, yaxşı-yaxşı qulaq ver. Bunları deyib, şahın gözlərinin dibinə qaranlıqda çovğun qoparan qış birdən-birə çökmədimi? Çöktü. Şahın gözləri soyuqdan üşüdü, don vurdu. Şahın dipsiz gözlərini. Şahın vəziri Məştəliyə dediyi sözlər də artıq ağzından yox, gözlərindən çıxırdı. Elə həmin gün axşam vaxtı vəzir Məştəli hüzurdan qayıdıb yaşadığı mülkə girəndə ürəyində həm sevincə, həm də qorxuya bənzər bir yük var idi. Şahın qəzəbindən canını qurtarmışdı. Buna əlbəttə ki, şükür edirdi. Amma vəzir Məştəli onu da bilirdi ki, Məmmədqulu birazdan yenə də hər günkü kimi onun evinə gəlib təvəqqəsinə şah tərəfdən bir cavab olub-olmamasını soruşacaq. Hər gün gəlir sakit-sakit, gedir sakit-sakit. Bu gün də hökmən gələcək. Vəzir evə çatan zaman hər ehtimal Fərraşı çağırıb tapşırdı ki, bir adam buraxmasın bu axşam həyətə. İllah da onun yanına. Nəsə bu axşam başı bərk ağrıyır. Deyəsən soyuq dəyib nədir? İstiliyi vardı, yatacaq. Sonra nə düşündüsə, dübarə bir də bunu tapşırdı. Dünənki xidmətçilər indi dincəlirlər, eləmi? Durğuz onları da. Qoy bu axşam növbətçilərin evdə, həyətdə sayı çox olsun. Qapı bacanı da lap elə indidən bağlayın. Bunları deyib vəzir Məştəli getdi girdi iç otaqların lap dərinində birinə. Bir qərib nəfəs aldı. Köksündən xırıltı ilə bir burula-burula qədim xalçaları oxşayan uzun bir xatirə çıxdı. Gəldi durdu gözlərinin önündə. Əli ilə havada kör adam tüstü qovalayan kimi bu qəfil xatirəni qovalayıb elə paltarlı-paltarlı yerini açıb isti. Yun yorğanın altına girdi. Hətta başını da gizlətdi yorğanın altında. Yalnız bu zaman hiss elədi ki, Fərraşa doğru deyirmiş biraz əvvəl. Həqiqətən istiliyi var. Çünki başlamışdı yavaş-yavaş titrəməyə. Amma titrəməyi əslində bir tərəfdən öz içindəki şah qərarından sonraki həyəcandan gəlirdi. Bir həyəcanlı huş onu gah bayaqçı xatirəsinin yanına aparırdı, gahdan da bir yerə diksindirib salırdı olduğu yerə. İsti yun yorğanın altına. O xatirə bu idi. Günlərin bir günü nökər artıq istirahətinə buyurmaq istəyən vəzir Məştəliyə belə bir xəbər çatdırdı ki, bəs bir nəfər qapıya gəlib, vacib bir məsələ barədə onunla danışmaq istəyir. Cavan bir adamdır, ağa. Bığ saqqal üzünü, gözünü basıb. Qaçaq quldura da biraz oxşayır. Amma əl çəkmir. Deyir ki, güya sən onu tanırsan. Kimdir? Adı nədir? Vəzir elə belə heç düşünməyib soruşmuşdu. Bilmədim, ağa, demədi. Soruşunmu? Yox, gətir hələ. Bir görüm kimdir, nəçidir. Hər kimsə olsa da pənah gətiribsə əlbət ehtiyacı var. Gətir gəlsin. Nökərin dalınca qəd-qamətli, cüssəli, saç saqqalı ilə dərvişlərə bənzəyən bir cavan kişi girdi vəzir Məştəlinin otağına. Vəzir nə qədər diqqət elədisə, bu kişini tanıya bilmədi. Kimsən? Nəçisən? Kimlərdənsən? Vəzir Məştəli maraqla buna baxıb soruşdu. Ağa, sən mənim rəhmətli atamı tanırdın. Atam şah kərvanında sarvan olmuşdu. Elə vəzir Məştəli ağzını açıb, kim idi sənin atan? Soruşmaq istəyirdi ki, birdən qəfil bir vaqiədən sarsıldı. Uşaqlıq və cavanlıq rəfiqi, Sarvan Qədirqulu bütün cüssəsi, boy-buxunu, uzaq gənclikdə qalmış, mehriban çöhrəsi ilə onun qarşısında dayanmış bu qara qabaq, bığlı saqqallı cavan kişinin cisminin içindən sıyrılıb çıxdı və bir kənara özünü çəkib, əllərini daraq edib, arxadan başını qucaqlayıb, şəstlə, biraz inci-incik, biraz da qəmli-qəmli Məştəliyə baxmağa başladı. Handan-hana vəzir Məştəli bir xeyli ürəyi niskildən qısıla-qısıla, bu gənclik rəfiqini həsrət və doyunca seyr elədikdən sonra nəhayət baxışları ilə onunla vidalaşdı. Sarvan Qədirqulu yenə gedib oğlunun cisminə qədəm basıb girdi bu cismin içində etdi. Vəzir Məştəli soruşmaq yox, bu dəfə təsdiq elədi. Məmmədqulu, sənsən? Bəli, mənəm. Sənsən.
İndi tanıdım. Xeyirdimi bu axşamçağı? Sənin ayağına gəldim. Üzə çıxıram. Təslim edirəm özümü. Amma mənim hal qəziyyəm başqa cür idi. Hal qəziyyən nə cür idi Məmmədqulu? Gəl, gəl yaxına, otur. Yeməkdən içməkdən könlün bir şey istəyir? Yox, sağ ol. Könlün bir şey istəmir. Elə sən mənə qulaq as bəsimdir. Dinlə məni. Sonra qərarını ver. Var mənim günahım ya yoxdur? Sən söylə. Vəzir Məştəli Məmmədqulunun qaçaq düşməsindən əlbəttə xəbərdar idi. Amma nə üçün və necəsini o qədər də yaxşı bilmirdi. Çox əcaib uydurmalar gəlib girmişdi bu qəziyyənin içinə. Həqiqət necə etmişdisə, əsl kələfin ucunu heç cür tapıb ortaya qoymaq mümkün olmurdu. Məmmədqulu ki qaçaq düşmüşdü, dağa daşa çəkilmişdi, bir xəbər ətəri yox idi. Kimin ağzına nə gəlirdi, onun barəsində danışırdı. Amma o, bu deyən bir başqa, bunun özünün dediyi bir başqa. İndi Məmmədqulu özü ona hər şeyi olduğu kimi düzünə doğrusuna danışdıqca, vəzir gözlərini yaşından çox-çox əvvəl az qala qocalmış, uşaqlığından tanıdığı Məmmədquludan çəkə bilmirdi. Bu bəxtiqara gəncin danışığından, dediyindən bədənində tükür pəşirdi. Məmmədqulu doğrudan da başına gələnləri necə var idisə, eləcə də həyəcansız, aramla başını yerə dikmiş nəql elədi. Vəzir Məştəli də haman səbirli tövrlə buna qulaq verdi. Məmmədqulunun atası Sarvan Qədirqulunu karvanla uzun səfərdən qayıdıb xeyli zamandan sonra vətənə çatan günü axşam öz evindəcə quldurlar qətlə yetirirlər. Yaxşı bir kişi idi, sakit adam idi. Ömrü günü bu ölkə mənim, o ölkə sənin keçmişdi. Qətil çox qaranlıq qətl idi. Yıxdılar quldurların boynuna. Başqa bir şayəyə görə, Ərəbistandan bununla bir yol gələn karvan bələdçiləri gecənin yarısı qarət məqsədi ilə onun gətirdiyi malına, puluna göz tikib girirlər bunun evinə. Özünü öldürürlər. O zaman balaca olan oğlu Məmmədqulunu, ata qatillərdən azca əvvəl məsələni başa düşüb, dal həyət qapısından çıxarıb qaçırır. Qatillər Qədirqulunun işini bitirdikdən sonra bunun arvadına da güya ki olmazın işgəncə verirlər. Gizlətdikləri qızılları bundan tələb edirlər. Amma istədiklərinə nail ola bilmirlər. O səbəbdən ki, övrət ağıllı çıxır. Bir bicliklə bunlara hilə gəlir. Ərinin əmsi oğlu Zəbulla ki qonşuları idi. Bu tacir Zəbulla gilə birtəhər qaçıb canını qurtarır. Amma illər gəlib keçir. Şayələr ayaq açıb yeriyir. Məmmədqulunun bığ yeri tərləyən zaman onun da qulaqları bu şayələri arı gül çiçəyə gələn kimi gözləyə-gözləyə qalır. Bəs ona nəhayət məsələnin canı açıq-aşkar agah olur. Nə bilim qarətdir, nədir, karvan bələdçiləridir kimdir? Göyə gəlib qarət ediblər, öldürüblər. Bütün bunlar məlum olur ki, yalandan yalan söhbətlərmiş. Düz olan isə bu imiş ki, Qədirqulunu öz arvadı, bu Məmmədqulunun anası, əmsi oğlu tacir Zəbulla ilə bir yerdə söz qoyub öldürtdürüblər. Əslində bu çoxdan qurulmuş bir tələ idi. Bunlar bir-birini çoxdan sevirmişlər. Və onun bu səfərdən gəlişini böyük bir qorxulu sarsıntı içində gözləyirmişlər ki, Qədirqulu burada olmayan zaman artıq acı fitnə kimi üzə çıxan eşq macərası o gələn zaman onun da qulağına çatacaq. Bu qorxu bihudə deyildi. Gecələr bir qonşu evdən o biri qonşu evə uzanan gediş-gəlişlərdən qonum-qonşu əlbəttə ki, artıq duyuq düşməmiş deyildi. Məmmədqulu o zaman yeniyetmə yaşına təzəcə ayaq basmış idi. Bütün bunları ayaq alıb gəzən şayəni, söz söhbəti, dediqodunu artıq o da eşitmişdi. Buna görə də anası ilə atasının doğmaca əmsi oğlunun arasındakı eşq macərasına heç cürə biganə qalmadı. Çox dözür, çox götür-qoy edir. Nəhayət, gecələrin birində o biri otaqda artıq yatmağa hazırlaşan anasına boğuq səslə su istəyirəm, mənə su gətir, deyir. Arvad su qabını götürüb həyətin ortasındakı quyudan su almağa gedirkən, arxasından gizlənə-gizlənə Məmmədqulu qarabaqara onu izləyib yetişir. Arxası ona olan anası son məqamda nə isə duyub başını çöndərib qəfildən Məmmədqulunu görüb diksinir. Məmmədqulu, sənsən? Heç dəxli olmayan belə bir sual verir ona. Sonra bir də diqqətlə bunun daşa dönmüş üzünə nəzər salır. Ürəyindən nə keçir, nə keçmir, daha heç bir söz danışmır. Məlul-məlul dodaqaltı ancaq
la ilahə illallah deməyə macal tapır. Bu məqamda Məmmədqulu zərblə itələyib arvadı hellədir quyunun dibinə. Nə bir inilti, nə bir qışqırıq səsi çıxır quyudan. Sonra Məmmədqulu elədiyi hərəkətin barəsində zərrə qədər də düşünmədən verir isti-isti özünü qonşu həyətə. Zəbollanın həyətinə, bunların həyətindən üstünə kolços bastırıb gizlədilmiş balaca qapının yerini tapıb itələyir. Qapı zor güc səssizcə açılır. Zəbolla isti yay gecəsi həyətdə hovuzun kənarında yatağını salıb uzanmışdı. Xorultusu da artıq dörd tərəfə düşüb, çəpər boyu utancaq-utancaq boylanan qızıl gülləri diksindirməkdə idi. Elə yuxudaca əlindəki qəməni Məmmədqulu var gücü ilə saplamışdı düz bunun ürəyinin başından. Həyat Zəbollanın bütün vücudundan yığışıb gəlib, gözlərinin dibindən bayıra çıxdığı yerdə. Gözlərini yummazdan əvvəl son dəfə geniş. Bir balaca da təəccüblə onları açıb, başının üstündə Məmmədqulunu gördüyü zaman ağzından bir qanqarışıq ah çıxmışdı. Son gücünü toplamaq istəyib, nə illah eləmişdisə də, amma başını tikəldə bilməmişdi. Və hardansa güc alıb gəlib, bu zaman dodaqlarına şux bir təbəssüm qonmuşdu. Canını tapşırandan sonra da dodaqlarında o təbəssüm vardı. Bu qanlı hadisədən sonra uzun müddət Məmmədqulunun sorağı bir yerdən gəldimi? Gəlmədi. Qaçaq düşüb dağa daşa çəkildi. İlim-ilim etdi. Hamıdan gizləndi. İllərdir gəlib hansısı yavaş-yavaş, hansısı tez-tez ötüb keçdi. Bunu bu görkəmə saldı. Budur. İndi də oturub vəzir məştəlinin qənşərində nə istəyir görəsən? Bu bədbəxt, biçarə, zavallı. Üzə çıxmaq istəyirəm, ağa. Şahın qulluğuna girmək istəyirəm. Atam xatiri mənim təvəqqəmi qiblə-i aləmə elə. Səni eşidər. Məmmədqulu uzun, əzablı söhbətini bu yalvarışlı sözlərlə bitirib, ani olaraq başını qaldırıb vəzirin təəccüblü üzünə baxdı. Sonra başını yenə yerə dikdi və daha danışmadı. Ortalığa qıpqırmızı bir sükut çöktü. Handan-hana vəzir məştəli fikrə getmişdi. Fikirdən ayılıb Məmmədquluya sual etdi. Şahın qulluğu deyirsən sən, nə deyirsən? Nətər qulluqdur bu? Eşitdiyi cavabdan vəzirin bədəninin tükləri biz-biz olmuşdu. Məmmədqulu cavabında demişdi. Cəllad olardım, ağa. Məmmədqulu bu sözləri vəzir məştəliyə bir nəfəsə söyləyib, nəhayət yüngülləşmişdi. Sonraki dediklərini isə artıq özü üçün deyirdi. Yoruldum. Dağda daşda avara. Sərgardan həyat sürməkdən bezdim. Kölgələr düşür adamın dalınca. Gəzir. Həm səhər, həm axşam. Aman bezarım yoxdur bu zalım kölgələrdən. Gecənin qaranlığında da gözümə soxurlar özlərini. Rahatlığım heç yoxdur mənim bunların əlindən. Sənə pənah gətirdim, ağa. Atamın dostu. Xeyirxaha olmusan, çörək kəsmisiz. Bir Allah bilir. Bir də sən indi bilirsən ki, mənim bütün bu işlərdə günahım yoxdur. Vallah, o bir olan Allah qarşısında da, şah qarşısında da mən təmizəm. Atamın mənə yedirtdiyi çörək tutmazdı mı gözlərimdən məni? Hər gecə yuxuma girib, bala, sən mənim balam deyilsən məyər? Bəs sən nə cürə yata bilirsən gecələr? Atanı öldürən kəslər hər gecə girirlər onun yatağına. Namusumu tapdalaya-tapdalaya söyürlər doyunca coruma. Nətər dözürsən bəs sən buna bala, Məmmədqulu? Soruşurdu atamın ruhu məndən. O hadisədən sonra daha gəlmir yuxuma. Heç nə də soruşmur. Rahat olmuşdu yəqin. Vəzir məştəlinin ürəyi incəlmişdi. Məmmədqulunu yola salan zaman ona söz verdi ki, barəsində bir fürsət tapıb şaha dil tərpədib iltimasını edəcəkdi. Bəlkə də bir şeylər alındı. Həm ürəyində dedi, həm də bu sözləri dilinə gətirdi. Məmmədqulunun gözlərinə parlaq bir işıqdı gəldi doldu. 2 gün sonra gəlinmi cavabçım? Soruşub, gəl cavabını aldıqdan sonra. O axşam artıq rahatlıq tapmış ürəyində vəzirə dualar edə-edə onun evindən beləcə çıxıb getdi.